məktəbli forması ilə bağlı qərarda uzun müddət müzakirə olunurdu. Təhsil haqqında qanunun 19-cu maddəsində, ümumi təhsil haqqında qanunda 13-cü maddəsində konkret yazılır ki, dövlət mülkiyyətində olan ümumi təhsil məktəblərindən başqa yerdə qalan bütün təhsil müəssisələrindən, o cümlədən ümumi təhsil müəssisələri, yəni özəl müəssisələrindən, məktəbli forması, təhsil alanların geyim forması hər bir təhsil müəssisəsinin öz nizamnaməsinə müəyyən olunur. Təhsil müəssisələrimizin də nizamnaməsi yoxdur. Amma dövlət mülkiyyətində olan ümumi təhsil məktəblərində isə Nazirlər Kabineti eskizləri müəyyən edir. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı var. Həmin qərarda göstərilir ki, hər bir təhsil müəssisəsi, dövlət ümumi təhsil məktəbi pedaqoq şuranın qərarı ilə 4 eskiz orada təsdiq olunub. O eskizlərin hər birində şalvar da var. Bu eskizlərin birini qəbul edir. Əgər qəbul elədirsə 3 il onu dəyişə bilməz. 96 nömrəli qərarda deyir. Və biz 2022-də bu qəbul olundu, 2023-24-dən tətbiq olundu. 2023-24-də bütün məktəblərə göstəriş verildi ki, pedaqoq şuranın qərarına salın bir eskiz seçilsin. Bu eskiz seçildi, deyə 23-24, 24-25, bu il də 25-26-cı tədris ildir. Forma dəyişdirilə bilməz. Bir də gələn il pedaqoq şura baxa bilər. Ya əvvəlki formanı qüvvədə saxlayacaq və yaxud da yeni formaya keçə bilər. Bu onların hüququdur. Amma məktəb direktorunun həddi deyil. Bilirsiniz, üzr istəyirəm, başı üçün deyil Nazirlər Kabinetinin qərarını pozsun, desin ki, Nazirlər Kabineti qərar verib ki, bax, şalvar olar bu formada. Mən deyirəm, yox olmaz. Adama deyərlər ki, bu sən ata mülkün deyil, şəxsi məktəbin deyil. Dövlətin əgər istəyirsənsə, buyur, get özəl məktəbə aç. Orada daxili qaydalar qoy, amma yenə də Konstitusiyanın 42-ci maddəsində yazılır ki, dövlət təhsil sisteminə nəzarət edir. Dövlətin məktəbidir, dövlətin qanunu var, Nazirlər Kabinetinin qərarı var. Bu eskizlərin birində orada göstərilmiş, o cümlədən də şal var.